Siz bu fitnənin yatmasını, qarma-qarşılığın aradan getməsini gözləmədiniz. Tələsərək yel vurub fitnə közünü daha da alovlandırmağa, yaranı daha da dərinləşdirməyə, şeytanın dəvətini qəbul edib yolunuzu azmağa, haqq dininin nurunu söndürməyə və Peyğəmbərin hökm və sünnəsini boğmağa başladınız. Əsassız bəhanələrlə öz çirkin məqsədlərinizi icra etdiniz. Həqiqətdə isə Peyğəmbərin əhl-i beytinə və övladlarına xəyanət və zülm edirsiniz. Sizin etdiyiniz zülmlərə bədəni bıçaqla kəsilmiş və bətninə nizə batırılmış şəxs kimi səbr edirik. Siz indi belə güman edirsiniz ki, biz Peyğəmbərin heç bir irsinə sahib deyilik. Onlar cahiliyyət dövrünün hökmünü istəyirlər. Yəqin sahibi olan bir cəmaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?